Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Belə bir suala baxalım uşaqlar. Deyir ki, bizə katetləri cəmi 49 və hipotenuzu 41 sm olan düzbucağı üçbucağın böyük katetini tapın deyir uşaqlar. Buradan belə baxdığımız zaman bura 41'dir, bura x-dır, bura y-dır uşaqlar. Biz bilirik ki, buradan deyir ki, x üstəgəl y nəyə bərabər 49-a və bizdə x-in kvadratı üstə gəlsin, y-in kvadratı bərabərdir 41'in kvadratına. Biz bunu uşaqlar sistem tənlik kimi baxsaq, buradan x bərabərdir 49 çıxılsın y olar və burada x-in də yerinə 49 çıxılsın y-in kvadratı üstə gəlsin, y kvadratı bərabərdir 41'in kvadratına. Bunu biz uşaqlar muxtasar düsturu ilə vurub açsaq, onda 49'un kvadratı çıxılsın 98 y üstə gəlinsin, y-in kvadratı üstə gəlinsin, y kvadratı bərabərdir 41'in kvadratı olar. Bunları toplasaq uşaqlar 2y-in kvadratı bərabərdir 98 y olacaq və buradan da uşaqlar üstə gəlsin 49'un kvadratı çıxılsın 41'in kvadratı. Uşaqlar 49'un kvadratı edəcək 2401, 41'in də kvadratı edəcək 1681 şəklində olacaq. Bərabərdir 0-a. Buradan 2y kvadratı bərabər 98 y-a. Burada çıxdığımız zaman uşaqlar cavabımız eləyəcək 720. Sonra uşaqlar baxın biz hər tərəfini neçəyə bölə bilərik? Gəlin a'ya böləyin, yəni hər tərəfini 2-yə böləyin. Y kvadratı minus buradan 49 y üstə gəlinsin. Buradan 360 eləyəcək. Bərabərdir 0 uşaqlar. 360. İndi biz burada nə edə bilərik? D bərabər onda 49'un kvadratı çıxılsın 360 vurulsun 4 şəklində olacaq. Yine 49'un kvadratı 2401 çıxılsın 1440 olacaq uşaqlar. 2401'dən 1440'ı çıxsaq uşaqlar, bura 1, bura 6, 3, 961 eləyəcək uşaqlar. 961. 961 olacaq və buradan uşaqlar kök neçə çıxacaq? Çox yəqin ki uşaqlar 31 çıxar buradan. 31 buradan da y1'i tapsaq uşaqlar 49 məsələn çıxılsın 31 bölünsün 2 olacaq. Buradan da 18 bölünsün 2 bərabər 9 uşaqlar. Baxın bir tərəfimiz bura 9'dursa onda bura 40 olmalıdır. Niyə uşaqlar? Çünki bizə deyir ki x-dan y-in cəmi nədir? 49'dur. Deməli böyük katetimiz olacaq 40, kiçiyi də olacaq uşaqlar 9. Deməli cavabımız olacaq D variantı. Bu tip videoların ardının gəlməsini istəyirsinizsə videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun.